İranda baş verən son etirazlar təkcə sosial narazılığın spontan ifadəsi deyil. Eyni zamanda rejimin uzun müddətdir yığılan struktur zəifliklərinin açıq şəkildə üzə çıxması kimi dəyərləndirilir. Qlobal İnfoza danışan politoloq Rüstəm Tağızadə bildirib ki, İranda daxili etirazların uzanması Çin və Rusiya üçün birbaşa rejim dəyişikliyi riski yaratmasa da, təchizat zəncirlərinin təhlükəsizliyi baxımından yeni qeyri-müəyyənliklər formalaşdırır. Stat: Çin İranı həm enerji mənbəyi, həm də bir kəmər bir yol təşəbbüsünün Qərbi Asiya qolu üçün mühüm tranzit həlqə kimi görür. Daxili qeyri-sabitlik isə neft ixracında fasilələrə, liman və dəmir yolu infrastrukturlarında əməliyyat risklərinin artmasına səbəb ola bilər. Rusiya üçün İran sanksiyaların aşılması, enerji koordinasiyası və cənub-şimal nəqliyyat dəhlizi baxımından vacib tərəfdaşdır. Lakin Tehranın diqqətini daxili problemlərə yönəltməsi Moskvanın bu kanallardan istifadəsini çətinləşdirəcək. Daha geniş mənada, etirazların rejimin diqqətini ölkə daxilinə çəkməsi, Hörmüz boğazı və İran körfəzi ətrafında dəniz təhlükəsizliyinin zəifləməsi riskini artırır. Bu isə enerji daşımalarının sığorta xərclərinin yüksəlməsinə, alternativ marşrutlara yönəlişin sürətlənməsinə və Asiya-Avropa enerji təchizatında qiymət volatiliyinin artmasına gətirib çıxara bilər. Nəticə olaraq, İranın daxili sabitliyi artıq təkcə regional siyasət məsələsi deyil, qlobal enerji və dəniz logistikasının həssas nöqtəsinə çevrilir. Çin və Rusiya üçün əsas prioritet isə rejimi dəyişmək deyil, bu axınların idarə olunan şəkildə davamını təmin etməkdir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.